yığma səbəbiniz nədir? Malları yığma səbəbiniz nədir? Malları yığma səbəbiniz nədir? Quran hüququna malları yığma səbəbiniz nədir? Mənim malları yığma. Nə səbəbdən yığma? Her şey kanun. Malları yığma səbəbiniz nədir? Malları yığma səbəbiniz nədir? Səbəb nədir? Tabii ki her şey kanunsa. Səbəb nədir? Mən jurnalistəm. Qanunsən. Nədir? Səbəb nədir? Açıqlama verin. Onsuz da mediasız, canlı yayındasınız. Sərhəd xidməti izahatı mövcud qalır. Buranı kim bağladı? Səbəb nədir bunu yığmaq? Niyə yəni? Səbəb nədir? Hanım, mən bu şirkətin hüquqşünasıyam. Mən gəldim bura. Dedilər ki, içəridə yoxlama var. Mənə hansısa məhkəmə qərarı göstərdilər ki, Elnur depoya araşdırma aparsın. Mən də dedim ki, araşdırma aparırsınız, yaxşı, başa düşdüm sizi. Səhiyyə Nazirinin əməkdaşı olmalıdır burada. Bəs onu niyə siz dəvət eləmirsiniz? Dedi, onu biz özümüz bilərik. Dedim, bu götürdüyünüz bax, bu dərmanlar yoxdur. Hamısı qanuni sənədli dərmanlardır. Zeytundan alınıb, Avrametdən alınıb. Mən dedim ki, qardaş, bunlar hamısı dövlət qeydiyyatından keçmiş dərmanlardır. Avrametdən alınıb. Sənəd göstərdilər sizə. Bunlar kim idi? Sərhəd xidməti. Sərhəd xidməti. Sərhəd qoşunları xidməti. Yəni mənim deməkdə məqsədim budur ki, gəlmisiniz yoxlamağa, bir söz demirəm. Amma Səhiyyə Nazirinin əməkdaşı olmalıdır. Siz bizim qanuni qeydiyyatlı dərmanlarımızı verirsiniz o fəhlələrə. Mən nə bilim o fəhlələr o dərmanları aparıb oğurlayacaq. Biz sahibkarın gəlib o boyda, belə deyək də, vitrindən bu boyda mallarını götürmək nə deməkdir? Yəni Səhiyyə Nazirinin əməkdaşını dəvət elə, qeydiyyatçısı varsa aşkarla götür apar. Amma elə bir ki, necə deyilmək sizə, rekit sayağı, gil-gilə bütün polkalarda gördüyünüz bu dərmanlar yoxdur. Hamısı qanuni qeydiyyatlı sənədli dərmanlardır. Onun nə ixtiyarı var o dərmanları götürməyə? Hal-hazırda o dərmanları yığışdıran şəxslərin ən azından adını bilirsiniz? Yox. Sərhəd xidmətindən. Siz dəqiq bildiniz. Bir də ki, içəridəki kameraları girən kimi yoxlamağa birinci kameraları götürdülər, söndürdülər ki, çox güman ki, izləri qalmasın da, mən belə başa düşdüm. Amma səbəbləri nə idi? Polisə zəng vurmusunuz? Yox. Yığın 102-ni. 102-ni yığın.